Son günlər Azərbaycan-Ermənistan sərhədində atəşkəsin intensiv şəkildə pozulması diqqət çəkir. Paralel olaraq Ermənistan ordusunun mövqelərinin gücləndirildiyi və qazıntı işlərinin aparıldığı əks olunan peyk görüntülərinin yayılması da narahatlıq doğurur. Eyni zamanda İrəvanın xaricdən silah tədarükünü artırması və ehtiyatlı olan hərbiçilərin aprel-iyun aylarında toplanışının həyata keçirilməsi də yeni müharibə hazırlığı ilə bağlı iddiaları gücləndirir. Sülh danışıqlarında irəliləyişin əldə olunmasına baxmayaraq, yaxın zamanda sərhəddəki gərginlik eskalasiyaya çevrilə bilərmi? Qlobal Info.az danışan siyasi şərhçi Əli Zülfüqaroğlu deyib ki, Ermənistan silahlı qüvvələrinin şərti sərhəddə olan nümayəndələrinin fəaliyyəti nizamnaməyə uyğun deyil. Yumuşaq desək, özlərini necə apardıqlarını göstərən təqzib olunmaz sübutlar, o cümlədən foto və video görüntülər var. Belə ki, erməni hərbiçilərdən biri nalayiq ifadələr işlədərək, təxribat xarakterli hərəkətlər edərək provoktiv davranış nümayiş etdirib. Üstəlik, o, bunu məhz Ermənistan-Azərbaycan şərti sərhədində Avropa İttifaqının müşahidəçi missiyasının olmasını gözləyərək edir. Azərbaycan hərbiçiləri peşəkarlıq nümayiş etdirərək təxribatlara boyun əymir və düşmənin bu psixoloji oyunlarına hələ də əhəmiyyət vermir. Hazırda geosiyasi proseslər birmənalı olaraq Ermənistanın əleyhinədir. Azərbaycanın mövqeləri isə getdikcə daha da güclənir. İrəvan da başa düşür ki, belə davam edəcəyi təqdirdə uzaq perspektivə hesablanan hədəflərin reallaşması, yeni revanşist niyyətlərin həyata keçirilməsi üçün uyğun geosiyasi zəminin formalaşmasına qədər sülh prosesini yubada bilməyəcək. O bildirib ki, hazırda ABŞ-la Avropa İttifaqı arasında ziddiyyətlər daha da dərinləşir. Bu isə Fransanın Ermənistana dəstək siyasətini arka plana keçirir. Yəni Fransa hökumətinin özü ciddi problemlərlə üz-üzə qalacaq. ABŞ-ın keçmiş prezidenti Joe Bidendən fərqli olaraq Donald Trumpın İrəvana dəstək verəcəyi də gözlənilmir. Bu proseslər isə İrəvanda ciddi narahatlıq yaradır. Ermənistanın Azərbaycanın tələblərini yerinə yetirməkdən başqa çıxış yolu yoxdur. Buna görə də xüsusilə Avropa İttifaqının müşahidə missiyası adı altında kəşfiyyat qrupunun bölgədə qalmasına çalışır və yenidən diqqəti regiona cəlb etmək üçün təxribatlar əl atır. Məqsəd Azərbaycan ordusunu təxribata çəkmək və beləliklə də iddialarına əsaslar yaratmaqdır. Amma Ermənistanın ənənəvi üslubda törətdiyi təxribatlar heç bir effekt verməyəcək. Rəsmi Bakı prosesi diqqətlə müşahidə edir, hesablayır və adekvat addımlar atır. Ukrayna prezidenti Vladimir Zelenski Xarkova səfər edib. Bu barədə Zelenski özü sosial şəbəkə hesabında məlumat yayıb. Zelenski Xarkovda hərbi kabinetin iclasını keçirib. İclasda silahlı qüvvələrin baş komandanı Aleksandr Sirski, Müdafiə naziri Rüstəm Umerov və Ukrayna silahlı qüvvələrinin baş qərargah rəisi Andrey Qnatov iştirak edib. Toplantıda cəbhədəki vəziyyət və Səudiyyə Ərəbistanında ABŞ-la görüşə hazırlıq müzakirə edilib. Amerika Birləşmiş Ştatları hər biri 5 milyon dollara başa gələn 1000 immiqrasiya qızıl kartı sataraq bir gündə 5 milyard dollar gəlir əldə edib. Bu barədə ABŞ-ın ticarət naziri Latnik məlumat verib. Dünyada bu kartı ala biləcək 37 milyon insan var. Prezident Trump hesab edir ki, biz 1 milyon sata və 5 trilyon qazana bilərik. Qızıl kartın mənşəyi ilə bağlı sualı cavablandıran nazir deyib ki, bu Trump'ın ideyası olub və investor John Paulson'la görüş zamanı ortaya çıxıb. İsrail ordusu Hizbullahın bir sıra yeni hədəflərinə hücum edib və lazım gəldikdə hücumlarını davam etdirmək niyyətindədir. Bu barədə İsrail ordusu məlumat yayıb. Bir müddət əvvəl İsrail qüvvələri Livan boyu Hizbullah komandanlıq mərkəzlərinə, infrastruktura, terrorçulara, reaktiv yaylım atəşi sistemlərinə və silah anbarlarına hücum edib. İsrail ordusu mülki İsrail sakinlərini qorumaq üçün lazım gəldikdə zərbələr endirməyə davam edəcək. Bəyanatda qeyd olunub. Qeyd edək ki, İsrail ordusu gün ərzində Livana ikinci silsilə kütləvi zərbələrin başlandığını elan edib. Amerikanın orta mənzilli raketləri Yaponiyada yerləşirlərsə, Rusiya tədbiri görəcək. Bunu Rusiya Xarici İşlər Nazirliyinin 3-cü Asiya Departamentinin direktoru Lyudmila Vorobyova deyib. Onun sözlərinə görə,
Tokyo qərblə artan hərbi texniki əməkdaşlığın nəticələri barədə dəfələrlə xəbərdarlıq edilib. Belə əməkdaşlıq nəticəsində Amerikanın orta mənzilli raketləri Yaponiyaya yerləşdirilirsə, biz Yaponiya ərazisindən Rusiyaya qarşı təhlükəsizlik çağırışlarına qarşı çıxmaq üçün müdafiə qabiliyyətimizi gücləndirmək məqsədi ilə lazımi cavab tədbirləri görməyə məcbur olacaq. O bildirib ki, cavab dövlətin uzun müddətli strateji məqsədlərinə və maraqlarına uyğun olaraq həyata keçiriləcək.